Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilərim. Xoş gördük sizləri. Mən Gülşən Əşmova. Bu gün Azərbaycan dilindən miq və sertifikasiya imtahanında çalışa biləcəyimiz suallardan danışacağam. Ümid edirəm ki, izahım sizlərə faydalı olacaq. Əgər bu tip izahların ardından gəlməyini istəyirsinizsə, kanala abunə olub bəyənməyi unutmayın. Yəni çox vaxt itirməyək, başlayaq suallarımıza. Birinci sualımız amonimlə bağlıdır. Maraqlı sualdır. Gəlin bir variantlarımızı təhlil edək. Deməli, sualın şərtində qeyd olunub ki, hansı bənddəki amonimlərin hər biri termin kimi işlənə bilər? Baxın, terminlər nədir? Ümumiyyətlə, termin nə deməkdir? Azərbaycan dilində biz deyirik ki, terminlər ixtisas peşə sözlərdir. Yəni, hər hansı bir peşə ilə ixtisasla bağlı olan sözlərdir. Ümumilikdə terminləri hamının bilməsi və yaxud mənasını başa düşməsi şərt deyil. Tutaq ki, Azərbaycan dilinin özünə məxsus terminləri var. Fizikanın, kimyanın, həmçinin digər fənlərin özünə məxsus terminləri var. Kimyada olan hansısa bir termini kimyaçı yaxşı bilə bilər. Amma Azərbaycan dili müəllimi onu bilməyə bilər. Yəni, bu normaldır. Yəni, terminlər ixtisas peşə sözləridir qısaca. Amonimlər nə idi? Amonimlər də eyni cür yazılıb, fərqli-fərqli məna verən sözlərdir. İndi bizə deyir ki, hansı bənddəki amonimlərin hər biri termin kimi işlənə bilər? Gəlin baxaq. Deməli, A variantında dar sözü var. Bax, bu dar sözünə görə avtomatik silirik. Dar çünki termin ola bilməz. Bu getdi. Sonra B variantını saxlayıram. Keçək C-yə. C-də məsələn, baxın, ləpə sözü var. Ləpə sözü necə termin ola bilər? Yəni, hansı elmə, hansı ixtisasa aiddir? Özünüz fikirləşin. Bunu avtomatik silirəm. Yəni, hər variantdan bir sözü çıxsaq, kifayətdir. Yəni, ona qalsa C-də elə göy sözü də, bağ sözü də, qrov sözü də, bunların demək olar ki, 90% buradakı sözlərin hamısı termin deyil. Amma yəni mən indi bir sözə görə çıxıram ki, rahat çıxdaşımızı edək. Sonra D-yə baxaq. D-də sirkə sözü var. Sirkə sözü nə termin ola bilər? Bunu da silirəm. E variantında tər sözü var. Tər sözü nə termin ola bilər? Bunu da silirəm. Yəni hər variantdan bir sözü silsək kifayətdir. Cavabımız qalır B. Cavabımız B variantıdır deyib keçməyəcəm. Buradakı sözləri həm termin kimi, həm də ümumdə həyatımızda işlətdiyimiz mənasını sizə verəcəm. Birinci baxaq təsnif sözünə. Təsnif nədir? Təsnif biri var ki, termin kimi, misal üçün deyirəm ki, bitkilərin təsnifi biologiyada. Hər hansı bir bitkilərin təsnifi, yəni biologiya elminə aid. Bir də var deyirəm ki, müəllim şagirdləri bacarığına görə təsnif edir. Yəni ayırır. Bir bu mənada ola bilər, termin kimi. Sonra efir. Efir sözü bir termin kimi olar ki, misal üçün kimyada, fizikada əsasən, deyirəm, laboratoriyada təcrübə zamanı efir maddəsindən istifadə edildi. Yəni, maddə kimi efir. Bir də var ki, başqa mənada, bu əsasən mediaya aiddir. Aparıcı canlı efirə çıxdı və yaxud canlı efirə biraz gecikdi. Bu mənada ola bilər. Sonra gəlir qaz sözü. Qaz sözü biri var fizikada, kimyada, maddə mənasında. Yəni deyirəm, oksigen və ya azot qaz halında olan maddədir. Bu oldu termin. Bir də başqa mənada var. Deyirəm, toyda süfrəyə ləzzətli qaz gətirildi. Yəni yediyimiz qaz. Sonra hava sözü. Hava sözü termin kimi coğrafiya, fizikaya aiddir. Məsələn, deyirəm, təmiz hava insan sağlamlığı üçün çox vacibdir. Bir də başqa mənası var, musiqi. Yəni, deyirəm, müğənni köhnə bir xalq havası ifa elədi. Bu da olur ümumi başqa mənada. Yəni, görürsünüz, hər biri həm termin kimi, həm də başqa mənada işləndi. Bizdən də elə bunu istəyirdi. Cavabımız oldu B variantı. Keçək növbəti testə. Burada bizdən istəyir ki, hansı ifadə həm frazeoloji birləşmə, həm də sərbəst söz birləşməsi kimi işlənə bilər. Ümumiyyətlə, sərbəst nə deməkdir? Yəni, sərbəst rahatlıqla dəyişə bilir, başqa sözlə əvəz oluna bilir. Amma frazeoloji birləşmə isə sabitdir, dəyişmir. İndi baxaq, A variantında deyir ki, qaş qabağı yer süpürmək. Bu, ümumiyyətlə, qaş qabağı, insanın qaşı qabağı yer götürüb süpürə bilməz axı. Bu, ancaq frazeoloji birləşmə olur. Sərbəst ola bilməz. Bunu silirik. Qəlbindən qara qanlar axmaq. İnsanın qəlbindən qara qan necə süzülüb baxa bilər? Deməli, bu da ancaq frazeoloji olur. Sərbəst ola bilməz. Qəlbi dağa dönmək. İnsanın qəlbi dağa necə dönər? Deməli, bu da frazeolojidir. Yola düzəlmək. İnsan yola necə düzələ bilər? Əldən düşmək. Bəli, cavabımız E-dir. Niyə? Bir var deyirəm ki, imtahana hazırlaşan zaman əldən düşdüm. Yəni, yoruldum bu mənada. Bir də var deyirəm ki, top əldən düşdü.
Həqiqətən top insanın əlindən yerə düşə bilər və yaxud hansısa bir qab əldən düşdü. Yəni əlimdən yerə düşə bilər də. Bu da olur sərbəst. Sərbəst o deməkdir ki, əsasən həqiqi mənada olur və bir növ belə deyək ki, dəyişilə bilir. Amma sabit odur ki, frazoloji birləşmə dəyişmir. Lakin dilimizdə elə sözlər var ki, həm sərbəst, həm də sabit kimi işlənə bilir. Məsələn, əldən düşmək də o sözlər sırasına aid olan bir növ belə deyək ki, birləşmələrdəndir. Cavabımız olur E variantı. Bir də bir məsələni nəzərinizə çatdırım ki, çoxdan suallar gəlir ki, müəllim, Azərbaycan dilindən yeni qruplarınız varmı, olacaqmı? Bəli, Azərbaycan dilindən yeni qruplarla dərslərə başlayırıq. 055 280 59 24 bizim əlaqə nömrəmizdir. Əgər dərslərimizə qoşulmaq istəyirsinizsə, siz də sıfırdan Azərbaycan dilini öyrənmək üçün bizim dərslərə qeydiyyatdan keçə bilərsiniz. 055 280 59 24. Həmçinin digər fənlərdən də bizdən dəstək ala bilərsiniz, dərslərimizə yazıla bilərsiniz. Əlaqə nömrəmiz aşağıdadır. İndi gəlin keçək digər suallara. Bir də bir məsələni nəzərinizə çatdırım ki, bizim dərslərimiz Təhsil Nazirliyinin rəsmi proqramı əsasında keçirilir. Heç bir əlavə vəsait və yaxud heç bir düşməyəcək situasiyaya toxunmuruq. İmtahanda lazım olacaq situasiyalar təhlil edilir. Keçdik indi digər suallar. Burada deyir ki, hansı cümlədə təsviflənməyən feillərin hər birinə aid nümunə var? Təsviflənməyən feillər hansılar idi? Bir onu yadımıza salaq. Məsdər, feili sifət, feili bağlama. 3 dənə təsviflənməyən feilimiz var. İndi deyək ki, hər biri olsun. A variantına baxıram ki, keçmişini unudanlar gələcəyini görmək üçün əbəs yerə səy göstərirlər. Baxın, unudanlar an, feili sifət, görmək, maqmək, məsdər. Burada nə yoxdur? Feili bağlama. Deməli, anı silirəm. Keçdim B-yə. Gülzar yoxladığı dəftərləri şkafa yerləşdirib, onu gözləyən rəfiqəsinə tərəf döndü. Burada baxıram. Deməli, gözləyən anən feili sifət. Görək başqa varmı? Yerləşdirib, ıb, feili bağlama. Burada da məsdər yoxdur. Bu da getdi. Əmisi gələndən bəri bir anda doğrusu sakit dayanmayan Sevda süfrəni hazırlamaq üçün bir otağa keçdi. Dayanmayan an. İndi bura dayanırıq burada. Niyə? Çoxu bu cavabı tez işarələyir, götürür ki, budur. Xeyr, bu deyil. Niyə deyil? Gələndən bəri də anda əndə deyil bu. Deyəcək, mənim niyə anda əndədir? Xeyr, anda əndə deyil. Burada olan söz, gəl sözün kökü də əndir. Feili sifətdir bu. Niyə? Hardan bildim ki, bu anda əndə deyil, feili bağlama deyil. Çünki bu özündən sonra bəri gəlib. Biz deyirik ki, feili bağlama qoşmalarla işlənmir. Axı, bunun gələndən sonra, sözündən sonra qoşma gəlib. Bu necə feili bağlama ola bilər? Bu ancaq feili sifət ola bilər. Deməli, bu variantım olmayacaq. Niyə? Çünki bu feili sifətdir. Burada da dayanmayan sözündə an var. Yenə feili sifətdir. Hazırlamaq, maqmək, məsdərdir. Ona görə burada feili sifətlə məsdər var. Feili bağlama yoxdur. Məhz buna görə bunu da götürmürük. Sonra qaydanda, anda əndə feili bağlama. Açılacaq yeni şirkətin elanını gördüm, lakin müraciət etmək, maqmək, məsdər. Artıq gec idi, açılacaq, acaq-əcək. Bu da feili sifət. Deməli, feili sifət, feili bağlama və məsdər. Üçü də var. Təsviflənməyən feildirmi? Bəli. Üçü də təsviflənməyən. Elə cavabımız olacaq D. Bəs eyni olmalıdır, çünki E-də də məsdər yoxdur. Baxın, deyir, corab toxuyan anən feili sifət. Nənə yorulub, ara qərək əvəz eləyə bilirəm, yorulub, yorularaq. Ara qərək nə əvəz eləyə bilirəmsə, feili bağlamadır. Deməli, burada feili bağlama da var. Amma məsdər yoxdur. Cavabımız olur ona görə D variantı. Bizə hər üçü, təsviflənməyən feillər axı 3 dənədir. Hər üçünün işləndiyini istəyirdi. Cavabımız D. Keçək indi növbəti testimizə. Tərkibində düzəltmə, mürəkkəb və tərzi hərəkət zərfi işlənmiş cümləni müəyyən edin. Daha doğrusu düzəltmə və mürəkkəb tərzi hərəkət zərfi. Baxıram, mən bu ağaclara baxa-baxa yenidən uşaqlıq illərimi xatırlayıram. Baxaraq, burada araqla əvəz eləyə bilirəm. Əgər təkrarlanan sözü araqla əvəz edə bilirəmsə, bu olur feili bağlama. Bu zərf deyil. Ona görə A getdi. Tez-tez verilən bu sualı cavabımız çoxdan hazır idi. Çoxdan burada zaman zərfidir. Bizə tərzi hərəkət deyir. Ona görə bu da getdi. Dostlar gələr gəlməz Şahinlə birlikdə
sahəyə yola düşdülər. Gələr gəlməz feili bağlamadır. Bu da getdi. Üfüqlər qızarıb güləndə səhər bülbül öpə-öpə oyatsın gülü. Öpərək. Bu da feili bağlamadır. Getdi. Cavab qaldı E. Ay ağır-ağır irəliləyir. Necə, nə tərzdə? Ağır-ağır. Bu oldu mürəkkəb. Təklikdə kainata tamaşa edirdi. Təklikdə necə, nə tərzdə? Təklikdə də düzəltmə oldu. Deməli, bu mürəkkəb, bu da düzəltmə. Bizdən də nə istəyirdi? Tərzi hərəkət zərfi olsun, həm düzəltmə olsun, həm mürəkkəb. Ona görə cavabımız olur E variantı. Bu da sonuncu testimiz idi. Əgər bu tip izahların ardını istəyirsinizsə, Azərbaycan dilini mənimlə birlikdə sadə öyrənmək üçün kanala abunə olub izahı ətrafınızla paylaşmağınız kifayətdir ki, bir nəfərin yox, çox adamın baxışı bu izahın davamlı olmasına vasitəçi olur. Ona görə ətrafınızda olan hər kəslə izahımı bölüşün. Beləcə bu izahlar sizin üçün baxış sayınıza, tələbatınıza əsasən çoxlu yerləşdirilsin. Həmçinin də Azərbaycan dilini sistemli öyrənib imtahanda mükəmməl nəticə əldə etmək istəyirsinizsə, necə ki bizim digər yoldaşlarımız 2 aya, 3 aya maksimal balı toplayıb imtahandan keçiblərsə, siz də bu nəticəni əldə edə bilərsiniz. Gecdir, düşünməyin. Hətta bir aya belə nəticə əldə edən yoldaşlarımız var. Sadəcə proqramı mənimsəmək, düzgün formada, asan formada öyrənmək lazımdır. Əlaqə nömrəmiz 055 280 59 24-dür. Dərslərimizə yazılmaq üçün də bu nömrəyə yaza bilərsiniz. Sağ olun, salamat qalın. Növbəti izahla görüşmək ümidi ilə. Hələlik.